Değerli izleyiciler, her vaxtınız xeyir olsun. Gördüğünüz gibi satışa yeni evlerimiz çıxıb. 1 değil, 2 değil, 3 değil, 5 dənə, 10 dənə. Nə qədər istəsəniz evimiz var. 2 mərtəbə, 4 otaq, kubcalı. Qiymətlər fərqli qiymətlərdir. 75, 80, 85, 90, 95. Yəni burada hər qiymətə uyğun ev var. Tam mülkiyyət kubca, kürsülü, kubcalı, tam təmirli, qəşəng səlqəli evlərdir. Bax, geniş həyəti var. Deməli, makrellərin ölçü vahidi var. 2 maşın girən həyət, 3 maşın girən həyət. Yəni sot söhbəti, kvadrat söhbəti yoxdur. Bizdə ancaq maşındır. 2 maşın girdi, deməli bəs eləyir. Nəysə, bura 3-4 maşın rahat sala bilərsiniz. Bu ölçü vahididir. Bir deputat var idi, suyu vedrə ilə ölçürdü. Biz də həyəti maşınla ölçürük. Deməli, kürsüsü qaydasındadır. 3-4 maşın girən həyəti var. Tam mülkiyyət kubcalıdır və kürsülü qoşadaşdır. Evə daxil oluruq. Birinci mərtəbədə sol tərəfdə qonaq otağıdır. Mən bu evi birini nümunə olaraq çəkib sizə təqdim edirəm. Digər görünən bütün evlər bu şəkildə tam sərgəli formada təmir olunub alıcıya təhvil veriləcək. Mətbəxdir. Hər birində proyekt eynidir. Sadəcə kvadratı böyük və balaca söhbəti var. Sanuzeldir. Birinci mərtəbədə bütün evlərdə proyekt eynidir. Qonaq otağı, mətbəx, sanuzel və qalxırıq ikinci mərtəbəyə. Və qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə bizim 3 dənə iri yataq otağı və bir sanuzeldən ibarətdir. Bizim bir yataq otağımız. Təmirləri hamısı eynidir, sərgəli formada. Baxın, bir daha qeyd edirəm. Burada gördüyünüz bu evlərdə qiymətlər fərqlidir. 75 min, 80 min, 85 min, 90 min, 95 min və maksimum 95 min manatdadır. Yəni 95 mindən yuxarı qiymətli ev yoxdur. Burada 3 dənə yataq otağıdır. Torpağın və evin kubcası var. 2 mərtəbə 4 otaqlı evlərdir. Evlər haqqında da əlavə məlumat almaq istəsəniz, baxmaq istəsəniz aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.